İndi isə daha ətraflı bugün Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının əmrəlik forumunun açılışı olub. Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macaristan və Şimali Kipr Türk Respublikasından 500-dən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edib. Azərbaycanın təşəbbüsü ilə təşkil edilən tədbir ilk dəfədir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarını bir platformada toplayıb. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT nümayəndələrini salamlayıb və Prezident İlham Əliyevin forum iştirakçılarına məktubunu oxuyub. Məktubda vurğulanıb ki, Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir. Bugün Türk dünyası özünün yüksəlik dövrünü yaşayır. 5 il əvvəl qazandığımız Qarabağ zəfəri Türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir. İnanıram ki, hazırda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, açılacaq Zəngəzur dəhlizi Türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaqdır. Çıxışlardan sonra forum Zəngəzur dəhlizi Türk coğrafiyasını birləşdirən körpü mövzusunda panel müzakirəsi ilə davam edib. Zəngəzur dəhlizi Türk coğrafiyasını birləşdirən körpü mövzusunda aparılan panel müzakirələri zamanı da ölkələr arasında iqtisadi, mədəni əlaqələrin daha da möhkəmlənməsi üçün açılacaq dəhlizin əhəmiyyətindən danışıldı. Vaşinqton görüşünün ümumi hədəfə aparan yolda böyük bir uğurun açarı olduğu vurğulandı. Türk dünyasında əməkdaşlıq güclü şəkildə və davamlı olaraq inkişaf edir və bu proses davam edəcək. Bu baxımdan Qazaxıstanın nümayəndə heyəti də bir sıra təşəbbüslərlə çıxış edir və ümid edirəm ki, bu təşəbbüslər həm Azərbaycanın dövlət qurumları, həm də Azərbaycanın qeyri-hökumət təşkilatları tərəfindən dəstəklənəcək. Düşünürəm ki, biz hazırda çox düzgün istiqamətdə inkişaf edirik. Ümumilikdə hesab edirəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında işbirliyi çox məhsuldar olacaq. Bu tədbirin əsas mesajı da Türk ölkələri arasında münasibətlərin inkişafıdır ki, bu da ümumilikdə vətəndaş cəmiyyətinin inkişafına töhfə verəcək. Bu həm iki tərəfli, həm də çox tərəfli əlaqələrin inkişafına böyük töhfə verir. Burada böyük Türk dünyasına mənsubiyyət şuurunu da qeyd etmək istərdim. Bu, Türk dünyasının gələcəyi və gəncliyi üçün qiymətsiz bir mənəvi sərvətdir. Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan, Qazaxıstan QHT-lərinin birinci əməkdaşlıq forumuna həsr olunan panel müzakirələri keçirilib, iki ölkənin vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivlər ətrafında da fikir mübadiləsi aparılıb. Tədbir bədii mədəni proqramla yekunlaşıb, forumsa öz işini sabah Naxçıvanda davam etdirəcək. Rövşən Əliyev, Nadir Cəlilov, Fidan Səfər, Space xəbər.